Arxamda Xiaomi Su7 dayanıb və bu, Çindən çıxan ən təsirli maşınlardan biridir. Bu maşın 673 at gücü verir. Bir dəfə yüklə 800 kilometr gedir. Ondan 80%-ə qədər cəmi 20 dəqiqəyə doldurur. Tam ötürücülü olduğu üçün 0-dan 100-ə cəmi 2,7 saniyəyə çıxır. Brembo qazmalı əyləclər, Michelin'in yapışqan təkərləri, üstəlik hava askısı da var ki, rahatlıq versin. Arxada aktiv spoiler var, öndə böyük bagaj. Arxada isə daha da böyüyü, salonun içində isə nəhəng şüşədam, baş altında səs ucaldanlar, həm isidilən, həm soyudulan baket oturacaqlar var, sensorlu ekran çox sürətli işləyir, 2 ədəd simsiz şarj yeri var, fiziki kondisioner düymələri, qanad və askını buradan idarə edə bilirəm. İçəridə çoxlu saxlama yerləri var, avgumentasiya olunmuş reallıq göstəricisi, yuxuya getməyimə nəzarət edən kamera, boost rejimi var. Hətta GoPro qoymaq üçün yer də düzəldiblər. Ekran isə belə fırlanır. Arxa oturacaqlarda da yer genişdir. İçində stəkan qoymaq üçün yeri, əlavə saxlama yeri və daxili soyuducu da var. Ən təəccüblüsü odur ki, bu maşının qiyməti cəmi $41.500 və ya onu demək olar ki, ultra versiyası Nürburgringdə Porsche Taycan'ı keçib.